Təcili yardım 137, buyurun. Salam, hər vaxtınız xeyir. Ünvan harada, harada yaşayırsınız? Hər kəsin istirahət etdiyi bu günlərdə bayramı iş başında keçirənlərdən biri də təcili və təxirə salınmaz tibbi yardım mərkəzinin işçiləridir. Doktor qeyd edin, çağrışımız var. Talon 5210, vaxt 12:51, 15:00. Bayram günlərində poliklinikalar fəaliyyət göstərmədiyindən bütün yük burada çalışanların üzərinə düşür. Hər kəsi maraqlandıran isə çağırışları necə icra olunmasıdır. İlk öncə çağrışlar 103 salında qəbul olunur. Daha sonra bu yönləndirmə zalına ötürülür. Bu zaman biz çağrışları nəzərdən keçiririk. İlk növbədə səbəblərinə baxırıq. Təcili çağrışlarımız olduqda ilk növbədə təcili çağrışlarımız icra olunur. Bura uşaq çağrışları, hamilələr, travmalar, ictimai yerlərə aiddir. Daha sonra ikinci dərəcəli çağrışlarımız artıq təxirə salınmaz çağrışlardır. Bayramın ilk günlərində çağrışlar əsasən ürək, qan damar və respirator xəstəliklərlə bağlı olub. Çağrışları qəbul edirik, ötürmə zalına ötürürük. Orada xanımlar, operator xanımlar çeşidləyir. Ünvanlara maksimal dərəcədə çalışırıq ki, vaxtında briqadaları yönləndirək. Ərazi üzrə bölgələri düzgün etməyə çalışırıq. Vətəndaşlar da son günlərdə yardım edirlər. Daha düzgün ünvanları verirlər. Bizə o işdə köməklik edirlər. Temperaturla bağlı çağrışlar hər daim olub. İndi hal-hazırda da vəziyyətlə əlaqədarlıq daha da artıb. Digər çağrışlar da həmçinin kardioloji çağrışlardır. Pnevmoniyanın əlamətləri olan çağrışlardır. 15 ildir təcili və təxirə salınmaz tibbi yardım mərkəzinin çağırış üzrə tibb bacısı işləyən İradə Məhərrəmova deyir ki, bayram günləri həmişə iş başında olub. Xüsusən də pandemiya dövründə gərgin şəraitdə çalışıb. İndi isə demək olar ki, o günlərə nisbətən indi çağrışlarımız sakitdir. Ara sıra olur ki, belə çağrışlar, ağır çağrışlar olur. Çağrışların pik saatı deyilən bir vaxt var ki, bu da axşam saat 6-dan gecə saat 1-əcən davam edir. Həmin saatlarda demək olar ki, həm küçə çağrışlar olur, avtoqəzalar olur, bıçaqlama, qanaxma, müxtəlif kardioloji çağrışlar evlərdə, uşaqlarla bağlı və hal-hazırda indi tətil müddəti olduğu üçün də çağrışlarımız bu barədə travmalarla sayı biraz artıq ola bilər. Bayram günlərində Bakı və bölgələr üzrə gücləndirilmiş iş rejimində çalışan Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə müraciət edənlərin sayında bu ildə artım müşahidə olunmaqdadır. Əgər digər günlərdə 1900-2000-ə yaxın müraciət olursa, bayram günlərində təbii ki, bu 2200-2500-ə yaxın müraciətlər də qeydə alına bilir. Və təbii ki, bunu nəzərə alaraq Bakı şəhəri üzrə 130-a yaxın təcili yardım briqadası, 63 region üzrə isə 270-ə yaxın təcili tibbi yardım briqadası xəttə buraxılıb və onlar da təbii ki, təcili və təxirə salınmaz tibbi xidmətin vaxtında həyata keçirilməsi məqsədi ilə bütün digər zəruri tibbi vasitələrlə tam şəkildə təmin ediliblər. Qeyd edək ki, 103 xidmətinin əməkdaşları gündə 3000-ə yaxın çağırış icra edir. Maya Sabir qızı, Sərxan Daşdamirov, İTV Xəbər.